İlham Əliyevin Sankt-Peterburqa getməməsinin səbəbləri açıqlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bugün keçiriləcək qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Referans medianın xəbərinə görə, Prezident Administrasiyasından Azərtacda bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib. Dövlətimizin başçısı bugün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək. Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istər də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub. İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bugün keçiriləcək qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından azda bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib. Dövlət başçısı bugün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək. Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istər də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub. Trump Ermənistandakı səfirini geri çağırır. ABŞ Prezident Administrasiyası xarici ölkələrdəki 29 səfirini geri çağırır. Az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Diplomatik nümayəndəliklərin rəhbərlərinə ötən həftə səlahiyyət müddətlərinin 2026-cı ilin yanvar ayında başa çatacağı barədə məlumat verilib. İstefaya gedən bütün səfirlər sabiq Prezident Bidenin zamanında post tutublar. ABŞ-ın yeni diplomatik strategiyası hazırki Prezident Donald Trump'ın hər şeydən öncə Amerika prioritetlərini tam dəstəkləyən kadrların işə götürülməsini nəzərdə tutur. Ən çox səfir Afrikadan geri çağırılıb. Burundi, Kamerun, Cabo Verde, Gabon, Fildişi sahili, Madagaskar, Mavriki, Nigeriya, Ruanda, Senegal, Somali və Uganda. Asiyanın isə 6 ölkəsində səfirlər dəyişdiriləcək. Fiji, Laos, Marshall Adaları, Papua Yeni Qvineya, Filippin və Vyetnam. Bundan başqa Avropada Ermənistan, Makedoniya, Montenegro və Slovakiya, Yaxın Şərqdə Əlcəzair və Misir, Cənubi və Mərkəzi Asiyada Nepal və Şri Lanka, Qərb yarımkürəsində isə Qvatemala və Surinamadakı səfirlər geri çağırılacaq. Məlumatda deyilib.